Rusiyanın İrkutsk vilayətində Azərbaycanlı ailə uşaq evindən götürülən uşaqlara işgəncə verib. Lentaz yerli telegram kanallarına istinadla bildirir ki, uşaq evinin müəllimi işgəncələrdən xəbər tutandan sonra uşaqlar Azərbaycanlıların əlindən alınıb. Məlumatlar qəyyumluq orqanına verilib. Ana Rəmi cəza olaraq məni və qardaşımın ombasını evdə qızdırılan radiatorun yanına qoydu. Dedim ki, məni incitdi, amma yenə də oradan ayrılmağa icazə vermədi. Zərər çəkən azyaşlı bildirib. Qeyd olunur ki, Anar bu əməllərini İrkutsk şəhərindəki uşaq bağçalarından birində müəllim işləyən anası Durlabika ilə birgə edib. Ana-bala uşaqların əllərini çəngəllə deşərək qızdırılan radiatorun yanında dayanmağa məcbur ediblər. Yoxlamanın nəticələrinə əsasən Durlabika və oğlu Anardan qəyyumluq dərhal alınıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə cinayət işi başlanıb. Qeyd olunur ki, hazırda uşaqlar başqa ailədədir.